Bu test tapşırığı çox maraqlı tapşırıqdır və bir neçə mövzunu ümumiləşdirir. Test tapşırığını diqqətlə oxuyun, ondan sonra fasilə verin və sizin fasilədən sonra mən tapşırığı izah edəcəyəm. Tapşırıq morfologiya aid bilikləri ümumiləşdirir. A bəndində yazılır. Cümlədə əvəzinin eyni məna növünə aid iki nümunə işlənmişdir. Bu doğrudur. Mən şəxs əvəzi o yenə şəxs əvəzi bizdən yanlış istəyir. Nümunədə yer zərfi işlənməmişdir. Burada şəhərə sözü yer zərfi deyil, yönlü halda isimdir. Yer zərfi ora, bura, aşağı, yuxarı, irəli, geri kimi sözlərdir. Məzbərləmək lazımdır. B. Doğru cavabdır. Bizə isə yanlış fikri müəyyən etmək lazımdır. Daha doğrusu doğru fikirdir. C bəndi həm təəssüflənən, həm təəssüflənməyən feil vardır. Bəli. Gələndən sözü feil sifət isimləşir. Getdi sözü isə xəbər şəkili təəssüflənəndir. Deməli, həm təəssüflənən, həm təəssüflənən var. Biz yanlış cavab axtarırıq. Y bəndində yazılıb ki, leksik və qrammatik mənalı həm də yalnız qrammatik mənalı söz işlənmişdir. Bu doğru fikirdir. Sonra sözü yalnız qrammatik mənası olan qoşmadır. Digər sözlər isə leksik mənalı sözlərdir və onların deməli həm də qrammatik mənası var. Bizə yanlış cavab istəyir. Doğru cavab, yəni yanlış fikir D bəndidir. Feili bağlama tərkib əlinə gətirmişdir. Bu fikir yanlışdır. Nümunədə feili bağlama yoxdur. Nə üçün? Gələndən sözündə dan-dən çıxışı qal şəkilçisidir. Sonra isə qoşmadır. Zaman zərfi deyil, sonra qoşmadır. Çıxışı qalan işlənmişdir. Gələn sözündə gəl sözün kökü, ən isə burada feili sifətdir. Və bu tapşırıqda abituriyentlərin ən çox qarşılaşdırdığı məqam var. Burada feili bağlama şəkilçisi yoxdur. Feil isə isimləşir və qoşma ilə işlənmişdir. Tapşırığın doğru cavabı B bəndidir. Feili bağlama tərkib əmələ gətirmişdir. Fikri yanlışdır. Burada feili bağlama yoxdur. İsimləşmiş feili sifətdən söhbət gedir. Doğru cavab D bəndidir.